Assalamu aleykum şeyx. Aleyküm salam. Şeyx, Allah sizə bərəkət versin. Qardaş belə bir sual verir ki, təşviqçilər və ya təkfirə meyllər son zamanlar onlarda iki dənə hal formalaşır. Yəni dəyişiklik olub. Biri namazda əlləri göbəkdən aşağı tuturlar, digəri isə namazda topuqları birləşdirməkdən qaçırlar. Elhamdülillah, bilirsiniz, xavariclər, onlar hər dəfə dəyişirlər. Cürbəcür olurlar, gah belə olurlar, gah belə. Onlar özləri neçə cürdür. Onlar özləri neçə cürdür. Onların bəziləri indi deyirlər ki, yox, məzhəblə getmək lazımdır. Məzhəblə. Onlar da neçə cürdür. Məsələn, əhlül əsər var. Deyirlər, həmbəli məzhəblər. Və ya təzə yeni həmbəlilər deyirlər onlara bəziləri. Yeni həmbəlilər çıxıb. Bunlar təkfirçilərdir. Sadəcə, indi başa düşüblər ki, sən demə, məzhəb lazımdır. Məzhəb lazımdır. Bəzilər həmbəli tutur, bəzilər başqa məzhəblər tutur. Təbii ki, bu onunla bağlıdır. Ona görə o xavariclər ki, təkfirçilər ki var idi, bəli, o həmbəli məzhəbində də var, hənəfi məzhəbində də göbəkdən və ya göbəyin altında tutmaq və topuqları birləşdirməmək. Çünki onlar dəlillərə baxmırlar. Məzhəbçilər, onlar üçün əsas dəlil deyil. Onlar üçün əsas məzhəbin fikridir. Bu da məzhəbçiliyin ən böyük təhlükələrindən biridir. Yəni, məzhəbçilik əslində əsl mənbəydən uzaqlaşdırır insanı. Aydındır, bölür, ədavət yaranır. Hətta alimlərə. Məsələn, görürsən ki, həmbəli artıq Şafiyə heç baxmır. İmam Şafi böyük alimdir. Və ya Əbu Hanifəyə baxmır. Və ya İmam Malikə baxmır. Məzhəbçiliyin mənfi cəhətləri çoxdur. Bunlar hamısı məzhəbçilər, onlar təkfirçilər də cürbəcürdülər. İndi başa düşürlər ki, deyirlər, sən demə, məzhəblə getmək lazımdır. Bəziləri həmbəlilərdir, həmbəlilərdən də var əsər əhli, var yeni həmbəlilər və s. və s. Onunla bağlıdır. Bəli.